Deməli uşaqlar, biz son günlərdə görürük ki, indiki son dövrdə olan bu hadisələr, baş verən hadisələr bizə göstərir ki, uşaqlar, biz özümüz yoldaş seçərkən diqqətli olmalıyıq. Bizim belə bir axıllar sözümüz var. Bir dostunu mənə göstər, deyim sənə kimsən. Ona görə də biz yoldaş seçərkən hər zaman diqqətli olmalıyıq. Bu ortadakı bizik, yəni sizlərsiniz. Amma kənarda olanlar isə pis yoldaşlardır. Və pis yoldaşlar deyərkən biz nəyi başa düşə bilərik? Biz dost seçərkən kimlərlə dost olmamalıyıq yoldaş seçərkən? Oğurluq edən, bəli, bir deyim. Kobudluq edən, yalan danışan, bəli. Ay, sağ olun. Lovğa insan olmaq olmaz. Bəli. İndi həmin o pis xüsusiyyətləri olan insanlar o çevrəmizdəkilərdir. Biz isə ortadakı təmiz, saf suyuq. İndi biz bunu müşahidə edəcəyik, görək. Həqiqətən də biz özümüzə yaxşı yoldaş seçməsək, bizim sonumuz nə olar, bizi nə gözləyər? Onun üçün belə bir təcrübə aparaq sizinlə. Və gözləyək, müəyyən bir zaman keçdikcə görək, nə baş verə bilər. Baxaq görək. Hamı diqqətlə baxsın. Görürsünüz, suyumuz saralmağa başlayır. Görürsünüz uşaqlar, nə müşahidə edirsiniz? Artıq ortadakı stəkanımız da get-gedə oradakı suda qaralmağa başlayır, bəli. Deməli, həmişə ətrafımızdakı insanlar bizə təsir edir. İnsan yaşadığı mühitdə formalaşır. Biz hansı insanları əhatəmizdə görsək, onlardan daha çox olsa, bax, onlar kimi də formalaşacaq. Ona görə də biz diqqətli olmalıyıq, həmişə yoldaş seçimində diqqətli olmalıyıq. Gördünüz uşaqlar, artıq tam suyumuz neynədir? Qaraldı. Artıq o kənardakı sular ortadakı suya neynədir? Təsir etdi. Bax, həyat da belədir. Ona görə də biz diqqətli olmalıyıq. İndi biz bunun nəticəsini başqa formada dəyişdirək. Görək nələr baş verəcək. İndi bunları götürək. Gel mənə. Ay, sağ ol. Gel mənə. Aç bunu. Biz indi nə edəcəyik? Deməli uşaqlar, indi isə bunun əksini eləyək. Biz aksuna həmin suya təsir eləyək. Yəni, gözəl xüsusiyyətləri olan, nümunəvi davranışları olan, yaxşı xasiyyəti olan insanlarla dost olmalıyıq, yoldaş olmalıyıq və onlarla dost yoldaş olsaq görək, o bizə necə təsir eləyər. Baxın, görürsünüz, əlavə eləyirik. Artıq o pislikləri öz həyatımızdan kənarlaşdırırıq. Görürsünüz, qara su hara axır, kənarlaşır. Düzdür? Suyun rəngi getdikcə neyniyir? Ay, sağ olun, təmizlənir. Deməli, biz həmişə pis insanları öz ətrafımızdan neynəməliyik? Uzaqlaşdırmalıyıq. Uzaq durmalıyıq. Bəli. Elə uşaqlardan, elə insanlardan uzaq durmalıyıq. Gördünüz uşaqlar, suyumuz nə oldu? Şəffaf, tərtəmiz. Biz də, bax, belə olacaq. Düzdür? Nə zaman ki, ətrafımıza yaxşı insanları yığsaq, biz bax belə gözəl insan olaraq qalacağıq. Amma yaxşı yoldaşlar seçməsək, o zaman nə olacaq? Biz də onlar kimi nümunəvi ola bilmərik. Hər zaman pis əməllərimizlə yaddaşda qalacağıq. Hamıya aydın oldu? Bəli.